Tanınmış aparıcı Zaur Nəbioğlu qəza keçirib. Aparıcı yeni aldığı bahalı Range Rover markalı avtomobillə qəzaya düşüb. Onun 99 ZB 999 dövlət nömrə nişanlı lüks avtomobilinə xeyli ziyan dəyib. Hazırda avtomobil təmirdədir. Bu barədə məlumatı aparıcı təsdiqləyib. Qeyd edək ki, Zaur Nəbioğlu'nun yeni aldığı avtomobilin qiyməti 250-300 min dollar aralığında dəyişir. Aparıcının belə bahalı avtomobili müzakirələrə səbəb olmuşdu. Əməkdar artist Gülüstan Əliyeva aparıcılara səslənib. Elgiz Leyla proqramında olan müğənni aparıcı Elgiz Əkbərə müraciət edib. O bildirib ki, efirə çağırdığı gənc ifaçılara etik qaydalar öyrətməlidir. Kim necə istəyir oxusun, hərənin öz seçimi var. Onları efirə çağıranda onlara başa salın. Qabiliyyətsiz, səsi olmayanda verilişə gələ bilər. Etika qaydalarını öyrədin. Bura gələn tanınmış simalardır. Gənclər, özünüzü efirə uyğun aparın. Böyüyə hörmətlə yanaşın. Bunları onlara demək lazımdır. Hərə bir ailədən gəlir. Hərənin öz tərbiyəsi var. Amma efirdə eyni olmalıdır. Buranın mədəniyyəti var. Gənclər bilməlidir ki, efirdə necə danışmalıdırlar.